Quba rayonunun Hacı Hüseynli kəndində yerləşən bu tikili ilk baxışdan adi bir tarixi bina təsiri bağışlasa da əslində bölgənin mürəkkəb və maraqlı tarixindən xəbər verən memarlıq abidələrindən biridir. Tarixi mənbələrə görə kilsə 1897-ci ildə tikilib. Tikinti üçün Rus İmperiyasının Daxili İşlər Nazirliyi vəsait ayırıb. Kilsənin memarı mühəndis Pavel Kagnotski, podratçısı isə Mir İsmail Mirzəyev olub. Kilsənin tikildiyi kənd 1892-ci ilə qədər Hacı Hüseynli kəndi adlanıb. 1891-ci ildə yerli türk əhalisi köçürülərək əraziyə ruslar yerləşdiriliblər. Kəndin yerli türk əhalisinin köçürülüb və onların yerinə əraziyə ruslar yerləşdirildikdən sonra kəndin adı dəyişdirilərək Bakı qubernatoru Vladimir Roykinin həyat yoldaşının şərəfinə Yelenovka adlandırılır. Eyni dövrdə ətraf ərazilərdə daha 3 rus kəndi, Aleksandrovka, Petropavlovka və Borispol kəndləri də salınır. Yeni köçürülən rusların istəyi ilə Yelenovka kəndində kilsənin tikilməsi ilə bağlı qərar qəbul olunur. Kilsəni Müqəddəs Məryəmin himayəsi kilsəsi adlandırırlar. Mən bura gələndə burada ruslar az qalmışdı. Bir 20-25 ailə qocalar, qarılar qalmışdı. Kilsənin ağzı bağlı olurdu, kilsə safxozun ambarı idi. Sovet hakimiyyəti qurulduqdan sonra bir çox məscid, kilsə və sinagoglar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Müqəddəs Məryəmin himayəsi kilsəsi də bu dövrdə ibadətə bağlanır və kilsənin binasından ambar kimi istifadə olunur. Kilsə safxozun ambarı idi. Bu kilsəyə buğda, arpa, qarğıdalı belə məhsullar yığılırdı. Ağzı bağlı olurdu. Amma yaşlılar gəlib qapıdan ibadət edib gedənlər görmüşəm. Hacı Hüseynli kəndinin yaşlı sakinləri deyirlər ki, onlar bu tikintini uşaqlıqdan görüb tanıyırlar. Onların sözlərinə görə kəndin tarixində baş verən dəyişikliklərə baxmayaraq, kilsə bugün də həmin dövrün yadigarı kimi qalmaqdadır. Yerli əhalinin dediyinə görə, bax gördüyünüz bu hissədə vaxtı ilə kilsə zəngi olub. Ancaq sonradan Böyük Vətən müharibəsi illərində həmin kilsə zəngi bir çox kilsələrdə olan zənglər kimi silah hazırlanması üçün istifadə olunub. Yaşlı Rus qadınlarından, qocalardan eşitdiyimə görə bunun üstündə 930 kilo ağırlığında mis zəng olub. Mis zəngi də 41-ci ildə gəlib söküb patronu üçün, nə üçün saxlayıb, gəlib söküb aparıblar silah üçün. Ondan sonra da 70-ci illərin ortalarına qədər kilsənin ağaclarının xeyli hissəsi qalmışdı burada. 70-dən sonra sökü zad oldu, uçdu, dağıldı, külək, öbürsü, bu birisi. 70-dən sonra orada başqa bir şey qalmadı. Bugün kilsə ibadət məqsədi ilə istifadə olunmur. Buna baxmayaraq bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərarla yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Hacı Hüseynli Bələdiyyəsi olaraq biz də kilsənin təmizliyinin qorunması üçün əlimizdən gələni edirik. Əhali də yeri gəldikcə ibadət eləməsə də bizim öz dinimiz var, öz dinimizə ibadət edirik. Axı təmiz saxlanmağına kəndin içərisində bir tarixi abidə olması kimi əhali də ki, dəgib dolaşan yoxdur, əhali də ki, yaxşı dolanır, yaxşı qalır. Tək istəyir ki, açılsın, muzey olsun. Qeyd edək ki, bişmiş kərpicdən tikilmiş bu kilsənin bünövrəsi daşdandır. Binanın ümumi uzunluğu 19,2 metr, eni isə 9,6 metrdir. Hündürlüyü 14,9 metr olan kilsənin zəng qülləsi giriş zalının üzərində yerləşir. Bugün Hacı Hüseynli kəndində yerləşən kilsə artıq ibadət məkanı kimi fəaliyyət göstərməsə də, ancaq keçmişin izlərini qoruyaraq Qubanın çox qatlı tarixindən danışan nadir abidələrdən biri hesab olunur. Çingiz Qədimli Elçin, Şuşalı, Qafqaz TV üçün.